Və nəhayət, gecənin birinci əsas döyüşü Məhəmməd Əli Osmanlı Əli Yusifə qarşı. Və mənə elə gəlir ki, hamı bu döyüşə görə məhz gəlib Məhəmməd Əli Osmanlı, çünki ulduzdur, Azərbaycanın ulduzudur, Azərbaycanın Conor McGregor'ıdır. Bəli, 21 yaşında 10-0 rekordu saxlayır bizim döyüşümüz və ona qarşı təcrübəli 39 yaşlı 70 kiloda vuruşan İranlı çıxır. Bu döyüşdə o başqa döyüşünü əvəz edir və Məhəmməd Əli üçün bu döyüşü qəbul eləmək çox böyük bir risk idi. Bəli, ürək. Ali Yusuf öz fiziki gücünü göstərir. Göşən təqdan elədi, amma axırını getirmədi. Məhəmməd Əli Osmanlı yenə də O bilir ki, Məhəmməd Əli Osmanlı parterdə nümayiş etdirə bilər fokusları. Ona görə ehtiyat edir. Ehtiyat edir, bəli. Arxa zərbə Əli Yusifdən çox gözəl. Məqsədə uyğun çatdı. Məhəmməd Əli Osmanlı üçün bu bir problem deyil. Mən özüm müşahidə eləmişəm ki, Məhəmməd Əli Osmanlı təqdanı keçir və görək burada Nəcəti dizlə vurdu korpusa əl zərbələri. Artıq qəfəsə onu sıxır. Bu ilə də təzyiq göstər pressing. Və birinci təqdan oldu. Görək parterdə vaxtından əvvələ bitirəcəkmi Məhəmməd Əli Osmanlı? Ümumiyyətlə Məhəmməd Əli Osmanlı axırıncı döyüşdə Afrikalı çempiona qarşı Fariz Jacobsa qarşı vuruşanda göstərmişdi ki, grappling və güləş çox, yəni mükəmməldir. Mükəmməldir və yaxşı səviyyədədir. Elə burada da göstərəcək mənə gəlir. Gözəl zərbə vurdu Məhəmməd Əli Osmanlı. Dirsəylə də zərbə alındı Məhəmməd Əli tərəfdən. Ali Yusifi məncə gözləmirdi ki, Məhəmməd Əli Osmanlı bu cür parterdə işləyə bilər. Bəlkə də planı parter idi, amma görür ki, planı alınmır. Məhəmməd Əli Osmanlı məncə hər tərəfli döyüşçüdür, həm parter, həm ayaq üstü. Ona görə ona qarşı vuruşmaq çox təhlükəlidir, əlbəttə ki. Bəli, burada görürük ki, Məhəmməd Əli Osmanlı təzyiq göstərir və zərbələr endirir, ağır zərbələr. Üçüncü zərbə, hamısı məqsədə çatır. Bəli, hədəfə çatan zərbələrdirlər. Bir dənə də ağır zərbə Məhəmməd Əli Osmanlıdan. Və burada submission'a keçmək istəyirdi, amma deyəsən fikrini dəyişdirdi. Və side kontrolda döndü. Dirsək zərbələri ilə vura bilər. Görək eləyəcək. Ali Yusifə yapışıb Məhəmməd Əli Osmanlı ilə. Dirsəklər, 2 dənə dirsək zərbəsi vurdu Məhəmməd Əli Osmanlı. Görək davam olacaq bu dirsək zərbələri. Artıq biz qan görürük Ali Yusifi sifətində. Əlbəttə ki, o ağır zərbələr. Səsi eşidirsən sən rast. Səs bura gəlir hətta. 2 dənə. Bir tərəfli döyüş göstər Məhəmməd Əli Osmanlı. Bu nə zərbələrdir? Artıq burnu açılıb. Ali Yusifin hakim indi qarışa bilər bu döyüşə. Saxlayar mı hakim bu döyüşü? Dözür Yusif. Ali Yusifə də daşdandır, dəmirdəndir, nədəndir bu İranlı? Ali Yusifə də doğrudan da halal oldu ki, bu zərbələr dözə bilir. Başqası olsa bəlkə də təslim olmuşdu bu zərbələrdən. Özdə Məhəmməd Əli Osmanlı gözlənilmədən vurur zərbələri. Heç gözləmirsən onu. Hansı tərəfdən gəlir? Bir dənə dirsək. Kontrol idarə edir Məhəmməd Əli Osmanlı döyüşü. Hal-hazırda Yusifi deyəsən özünü itirib. Artıq bilmir nə edəcək bu döyüşdə. Ali Yusif doğrudan da özünü itirib. Çox ağır zərbələr yetirir. Amma Əli müqavimət göstərir Məhəmməd Əli qarşı. Dəhşətli zərbə idi. Və burada artıq öz qəfildən zərbə vurur Məhəmməd Əli Osmanlı. Fikir ver. Bəli. Çox sürətli və cəld. Və hətta deyərdim ağır. Və fikir versənsə Məhəmməd Əli Osmanlı heç submission eləməyə cəhd eləmir. Ona məncə bu pozisiya rahat tutar. Səndən zərbələr gəlir, ağır dəhşətli zərbələr. Dözür Ali Yusifi. Amma nə qədər dözəcək? Sual odur. Bir dənə dirsək. Mən sənə deyim, bildiyimə görə main event və co-main event döyüşlərində hakim döyüşü tez saxlaya bilməz. Axıra qədər gözləyir. Bəli, onu biz bilirik. Qaydalar belədir. Amma artıq Ali Yusifin bir tərəfli round müşahidə edirik biz bu döyüşdə. Məhəmməd Əli Osmanlı həqiqətən çox güclü və dəhşətli zərbələr endirib. Hər an knockout ola bilər, hətta parterdə. Yusifi heç ayağa dura bilmir, Məhəmməd Əli onu buraxmır. Side kontrola keçdi Məhəmməd Əli Osmanlı və buradan təzədən çalışır dirsək zərbələri ilə rəqibi vurmağa.
və dizini, sol dizini qoyur qarın nahiyəsinə və yenə də qalxıb dirsək vurmaq istəyir. Burada submission eləmək çalışdı, amma eləmədi. Risk eləmək lazım deyil. Nə lazımdır? 18-17 saniyə qalıb. Və Ali Yusufun sifəti qanın içindədir. Məhəmməd Əli Osman sevir də qan. qanlı Hər döyüşləri döyüşdə, sevir. bəli, qanlı döyüşü göstərir. Və bunu dirsəklə korpusa da vurur. Və bu da birinci raundun bitməsini gördük. Və axırda da bir dənə Bəli. dirsək. Mənim yanımdadır Məhəmməd Əli Osmanın birinci döyüşü NJF-də keçiriləndə. NJF 2-də idi, yoxsa 3-də idi. Elxan Qasımova qarşı vuruşurdu. Bəli, bəli, çox Elxan möhtəşəm döyüş. Qasımova orada da qan idi. Bəli. Sonra biz görmüşük onun döyüşləri Türkiyədə və Fariz Jacob da axırıncı döyüşdə həqiqətən qan çox idi. Ümumiyyətlə Məhəmməd Əli Osmanlının döyüşlərinə baxaraq bilirik ki, həm 5 raundda vuruşmağa da hazırdır, submission eləməyə də hazırdır, knockout da hazırdır. Yəni çox unikal döyüşçüdür və indi görək bu qarşı durmada nə göstərəcək. Hər tərəfli bacarığını göstərir Əlbəttə ki, bu döyüşü. Amma mən sən deyim, o birisi tərəfini də yadımızdan çıxarmayaq. Əli Yusufi həqiqətən əzmkarlığını nümayiş etdirir. O zərbəni hər idmançı yəni dözə bilməz. Çox ağır zərbələrdir. Məhəmməd Əli Osmanlı yəni fikirləşir ki, nə qədər vurdum onu. Niyə nakavata gəlmədi? Axı bu birisilər nakavata gedirdi. Amma belə olur. Rəqiblər həmişə fərqli olur. Çox maraqlı birinci raund müşahidə etdik biz. Bu da Səddam Osmanlı idi. Biraz öncə qalib gələn. Bəli. Turnirin açılışını edən. Bəli. Prinsdə açılışı edən İki qardaş həmişə bir-birlərinə dəstək olurlar və ona görə də uğurları, yəni yəqin bir-birlərinə dəstək poddeşkadandır. Və yenə ikinci raund başladı və yenə də Məhəmməd Əli Osmanlı öz pressingi göstərdi. Çox maraqlı zərbə idi, amma ki... High kick! Bir dənə də Məhəmməd Əli Osmanlının nakautu gəlib bu raund. Bir dənə də high kick! Özdə qabırğaya dəydi bu high kick. Sən fikir verdin? Bəli, bəli. Arxa zərbə Ali Yusufdan. Ali Yusufi müqavimət göstərir, ha. Mən sənə deyim, o qədər zərbə buraxıb birinci raundda. Ali Yusuf təslim olanlardan biri deyil. Yəni axırıca döyüşənlərdəndir. İki dənə zərbə. Pressing. High kick, spinning back kick vurulub Məhəmməd Əli tərəfdən. Fikir verirsə Ali Yusuf bir anlıq. Amma mən sənə deyim, Ali Yusufi də vurur, ha. Zərbələr endirir. Bu Ali Yusufun xarakterini göstərir. Yəni tez təslim olmayacağına. Məhəmməd Əli Osmanlı axtarır bir an hansıda ki bu zərbə endirəcək. Bir dənə də arxa Ali Yusufdan. Yenə sol əllə vurur Məhəmməd Əli Osmanlı. Həqiqətən bu rəqib betondandır yoxsa metaldandır? Mən sənə deyirəm Rəsul. Bu rəqib yəqin enoplanetdir çünki aşmır. Ayağını tutdu, yıxdı amma üstünə gəlmədi. Məhəmməd Əli Osmanlı yenə pressing göstərir və Ali Yusufi artıq yorulur. Yenə zərbə Məhəmməd Əli tərəfdən, yenə zərbələr. Bir tərəfli uppercut. Rəqib şiddətli zərbələr, dirsək, diz, hər şey gedir. Hücuma. Diz başa. Rəqib fikir verdinsə artıq elə bil ki müqavimət göstərməyəcək. Burada back dirsək alınmadı, arxa dirsək. Spinning elbow vurmaq istəyirdi Məhəmməd Əli Osmanlı, alınmadı. Amma yenə də bütün demək olar ki 90% zərbələri Məhəmməd Əli hədəfə çatdırır. Bəli. Dəqiqliklə vurur, dəqiqlik. Jab, cross. Dözür Ali Yusufi, nə qədər belə dözə bilər. Ali Yusuf qaçır Məhəmməd Əli Osmanlıdan. Sanki bura stadiondur. Bilirsən, Parter'da yoxladı özünü, alınmadı. Arxa zərbələr. Ümumiyyətlə Məhəmməd Əli Osmanlının arxa zərbəsi çox təhlükəlidir və burada da bütün məqsədinə çatır o zərbə. High kick, arxa high kick. Korpus. Məhəmməd Əli Osmanlı hər tərəfli işləyir rəqibdən. Sanki Kruşaya vurur. Qarşı tərəfin döyülməsidir burada biz müşahidə edirik. Məhəmməd Əli Osmanlı yenə pressing göstərir, amma Ali Yusufi həqiqətən nakautu keçmək istəmir və deyəsən planı yoxdur. Xeyr, mən belə baxıram ki plan axıra qədər dözməkdir. Axıra qədər dözməkdir bu zərbə. Backfist. Sən səsi eşitdin. Səslər bura gəlir. Məhəmməd Əli Osmanlı yenə aqressiv hücuma keçir və artıq biraz temp azalıb, amma bilirəm Məhəmməd Əli qəsdən belə işləyir həmişə, sonra yenə aktiv hücuma keçəcək. Zərbələr hədəfə çatır. Yenə hədəfə çatdı zərbə. Conor McGregor kimi işləyir Məhəmməd Əli Osmanlı bu raundda. Arxa korpusu çox səsi buracan gəldi. Ali Yusufi dözür.
Oo, Hətta Yusifdən müqavimət çox göstərməyə çalışır. Oo! Sürtdü. Nə sürtdü bəli. Döyüşçülər bir-birinə hörmətlə yanaşırlar. Biz Oo, bunu görürük dirsə də və yaxşı sevinirik. idi. Oo, yo. Çox gözəl zərbələr endirib Ali Yusifi. Yəni burada tam demək olar ki, Ali Yusif bura can verir. Yəni bu Belə doğrudan da axıra ki, qədər vuruşur. yəni Məhəmməd Əli Osmanlı çox təhlükəli. 39 yaşına baxmayaraq. Oy. Məhəmməd Əli qarşı. Ağır zərbə idi mən sənə deyim. Amma Məhəmməd Əli Osmanlı Oy. çox möhtəşəm qapirkot idi Məhəmməd Əli tərəfdən. Çox möhtəşəm. Və yenə dözdü. Yenə də dözdü. Ali Yusif necə bu zərbələri dözə bilir? Oy. Ali Yusif Yusif tərəfli döyülməsində iştirak edir, amma hələ ki də müqavimət göstərir. Sən fikir verdinsə Məhəmməd Əli Osmanlı Conor McGregor'ın bir döyüş stili ilə kimi zərbədən çıxdı və sol əli ilə knockdownla saldı öz rəqibini. Əzimkarlıq nümayiş etdirir Əli Yusifi. Həqiqətən belə döyüş bizdə hələ olmayıb bu gün. Amma mən deyim, həqiqətən Məhəmməd Əli Osmanlı çox pis zərbə buraxıb, Ali Yusifi sağla zərbəni hədəfə doğru çatdırdı. Amma Məhəmməd Oy, Ali Yusifin arxa zərbəsi çox təhlükəlidir mən sənə deyim. Nə döyüşdü Rəsul. Mən deyim burada Məhəmməd Əli Osmanlı da ehtiyatlı olmalı, çünki arxa zərbələri Ali Yusifi çatdırır. Çatdırır Ali Yusifi. Artıq 4-5 dəfə Məhəmməd Əli Osmanlı yıxıldı. Ayaq üstə qala bilmir Ali Yusif. Yorulub Ali Yusifi. Oy. Məhəmməd Əli Osmanlı da yəni görürsüz ki, yəni belə səhvləri bağışlamır. Yəni yeri yıxılan kimi sırası başlayır partera girmək və öz parterda olan bacarığını göstərmək. Bu da ikinci raund sona çatdı. Ali Yusifi 2 raund ərzində nə qədər zərbə buraxıb. Elə dəhşətli zərbələr idi. Səsi vura gəlirdi. Səsi dəhşət idi. Elə bir ki, təmirə vurursan. Məhəmməd Əli Osmanlı peşəkarcasına özünü qoruyub, amma mən sən deyim 3-4 dənə zərbə Ali Yusifdən hədəfə çıxır. Bəli. O Məhəmməd Əli Osmanlı da sənəsi təmirdəndir. İki rəqib ikisilaşmaq istəmir. Amma biz nəqdən bu döyüşü gördük. Bəli. Mən sən deyim bu cür zərbələri qəbul eləmək zarafat deyil. Həqiqətən zarafat deyil və inanıram ki 3-cü raund da birinci, ikinci raund kimi maraqlı olacaq. Bəli. Artıq Səddəm Osmanlı biz görürük və Əhəd Əhmədovu Məhəmməd Əli küncündə çox gözəl mübarizə biz izləyirik bu dəfə və həqiqətən bu gecənin ikinci əsas döyüşünə malik bir Bəli, əlbəttə ki, Məhəmməd Əli Osmanlı bu dəqiqə bütün azarkeşlər ayaq üstə qalxsın. Bütün azarkeşlər maraqla 3-cü raundu gözləyir və nəhayət ki 3-cü raund. Ətrafa baxsaq, bütün Sibriz ayaq üstədir və 3-cü raundu səbirsizliklə gözləyirlər. Bəli, 3-cü raund artıq başlayır. Və gördüyünüz kimi Məhəmməd Əli Osmanlı hakimin startını gözləmədən cummaq istəyir Əli Yusifin üstünə da nə qədər döymək olar. Oo, apirkot, arxa əl. Məhəmməd Əli Osmanlı özü də əsəbləşir ki, bu rəqib niyə aşmır? Arxa əl yenə də. Oo, high-kick. Amma məqsədə uyğun çatmadı. Yenə də arxa. Ümumiyyətlə Məhəmməd Əli fikir verdim, bütün arxa əl zərbələri hamısı çənə qayət çatır. Bəli. Ali Yusifi həqiqətən deyəsən nakauta düşməyə fikri yoxdur. Keçən döyüşçü deyil. Xeyr, yəni o zərbələri keçmədi. Nakauta düşməyə heç fikirləşmir o. Xeyr. Mən çünki çox təəccüblənirəm. Nə qədər Oy. Növbəti knockdown Məhəmməd Əli tərəfdən. Bu döyüşü bitirmək lazımdır. Bitirmək lazımdır. Dizləri gördük. Doğrudan da Ali Yusif. Yenə knockdown. Ali Yusifi dözür Məhəmməd Əlinin zərbələri. Bu nə döyüşdü? Oy, high-kick. Osmanlı high-kick də vurur. Mən bilmirəm, mən burada Ali Yusifi doğrudan da yazım gəlir. Mən Ali Yusifin küncü olsaydım bu döyüşə dəsmal atardım. Mən başa düşmürəm. Bu Ali Yusifi həqiqətən nə yeyir, nə içir? O boyda zərbələri dözmək olar. Məncə o cibində artıq çənəsi var. Çünki aşan birisi deyil. Mən çox maraqlı olardı Ali Yusifin keçmiş döyüşlərə baxmaq.
Həqiqətən çox maraqlı döyüş. Mənə maraqlı olardı Əli Yusifi əgər biz Ali Nabiyevlə versəydik. Onu da görə necə aşmırdı. Orada da Ali Nabiyev 2 round onu döyəcəkdi kickboxingdə. Oo, backface Ali Yusifdən. Fikir versən uduzsa belə axıracan vuruşur. Ali Yusif. Sol hook. High kick. Uppercut. Jab. God və Məhəmməd Əli Osmanlı deyəsən partera keçmək istəyir. Yəqin ki, yorulub onu vurmaqda. Bəlkə də yazığı gəlir onu vurmaqdan. Ola bilər. Yaşından böyükdür. Yaşından böyle. Bəli. Yaşlı kişilərə hörmət edir. Bəli, bəli. Amma həqiqətən bu idmançı hörmətə naildir. Bəli, əlbəttə ki 10-0. Yəni beynəlxalq arenalarda sözünü deyən Döyüşü və belə NCF-in 2 kəmərini əldə edən. Oo, bir dənə o nə zərbə idi. Oy 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 oy. Sol hook. Yenə aşmır Əli Yusifi. Məhəmməd Əli Osmanlı nə etməlidir ki, bu döyüşü aşsın? Heç nə, məncə 2 dəqiqə 20 saniyə qalıb 3-cü raundunun bitirməsinə. Mən düşünürəm ki, Referi İvan Valoviçov dəqiq baxır. Əli Yusifə elə vuruşa bilir yoxsa yox və partner. Takedown belə qəşəngdir. Zərbələrdən alırdı. Əli Yusif müqavimət göstərir. Dirsəklərlə çalışıb vurmaq, zərbə endirmək, amma alınmadı. Peşəkarcasına Məhəmməd Əli Osmanlı özünü qoruyur. Kimsə burada qışqırıb dirsək Məhəmməd Əliyə. Azərkeşlər. Azərkeşlər. Balaca azərkeşlər. Balaca azərkeşlər bəli. Və sən deyim Məhəmməd Əli də o qulaq asır. İndi vuracaq dirsək. İndi döyüşün tempi biraz azalıb. Əlbəttə ki, Məhəmməd Əli Osmanlı bu döyüşçü qalib olmaq üçün hər şey elədi. İndi sadəcə yerdə kontrol edib zərbələr atıb, vaxtı öz xeyrinə aparmaqdır. Всё, bu qədər. Elədiyini elədi. Hər bir cəhətdən takedown, güləşdə, əldə, ayaqda, dirsəkdə, muaydə, hər bir şeydə. Bütün idman nümayişlərini göstərdi. Bəlkə indi oy 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 dirsək, zərbə. O uşağın səsinə qulaq asdı. Nə Dirsək vurdu. İndi çatıb ona. İndi var işte. Bir dəqiqə qalıb döyüşün bitməsinə Məhəmməd Əli Osmanlı həqiqətən çox peşəkarcasına vuruşub ayaq üstə. Mən hətta deyərdim ki, bir dəqiqə qalıb Əli Yusifin xilas olmağına. Düz deyirsən. Bəlkə bu döyüş nokautla və TKO-yla qutara bilər. Oy 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 dirsək. Amma Əli Yusifin çənəsinə baxaraq mən inanmıram bu döyüş nokaut olsun. Doğrudan da çox xarakter göstərdi. Yəni bildirdi ki, elə bir rəqib deyil. Və Məhəmməd Sən bilirsən 70 kiloda vuruşan rəqibin təcrübəsi başqadır. Həqiqətən görünür o. Məhəmməd Əli Osmanlı ilk dəfə də 66 kiloda vuruşur, amma Əli Yusifi 70 kilodan 66-ya salıb özünü və görünür ki, həqiqətən 70 kiloda vuruşan döyüşçülərin çənəsi başqadır. Oy oy oy. Hakim bu dəqiqə saxlaya bilər əgər Aqressiv hücuma keçir Məhəmməd Əli Osmanlı. Görürsən Məhəmməd Əli Osmanlı da yorulmayıb. O qədər tempdən sonra doğrudan da bu döyüşçü halal olsun. Yəni bu döyüşçü doğrudan başqa bir potensiallı bir döyüşçüdür. Çünki o qədər tempdən sonra, o qədər dominasiyadan sonra yorulmamaq doğrudan da bu alqışa layiqli bir şey, layiqlidir. Və indi də döyüşün axırı saniyələri qalıb və bu da son. Bu da son. Yəni Sibrizdə keçirilən NCF 5 turnirin ən maraqlı döyüşünün biz müşahidə etdik. Məhəmməd Əli Osmanlı Əli Yusifiyə qarşı. Bəli. Bu nə döyüş idi? Bu çox demək olar ki, ən maraqlı döyüş mənim üçün bu gün bu döyüş oldu. Çox maraqlı. Hətta bundan qabaqdakı döyüşlər neçə ədəd knockdown oldu bu döyüşdə? 4-3 minimum. Sayını itirmiş ya artıq. Həqiqətən. O qədər çox oldu ki, sayını itirmiş. Məncə NCF tarixində ən çox significant strike vurulan bir döyüş idi bu. Bəli, burada da biz Səddam Osmanlı'nın görə iki qardaş, hansı ki həmişə bir yerdə bir-birlərinə dəstək olurlar və bu da onları belə uğura çatdırır. İki qardaş bir məşq eləyirlər, bir yarışa çıxırlar və həmişə də qalib olurlar. Afərin. Deyəsən həmin bu oğlan məsləhət görür. Bəli, mən də elə düşünürəm. Və indi rəsmi hakimlərin qərarına biz ürəyilə tanına eşidəcək. Məncə hakimlərin başında tapanca tutmaq lazımdır ki, burada Əli Yusifin əlində qalmasın. Çünki burada demək olar ki, Məhəmməd Əli Osmanlı. Osmanlı. Bəli.
Əlbəttə ki, belə də olmalıydı. Mənim fikrimcə bu 3 raund ərzində xalların sayı olmalıdır 30, 24, Məncə heç hakimlər saymırdı. 25. Məncə hakimlər saymırdı xalları. Əmin idilər Məhəmməd Əli Osmanlı. Məhəmməd Əli Osmanın atası da biz qəfəsin içində görürük. Əhəd müəllim, Nurxan və Səddam həmişə bir yerdədirlər. Və azərkeşlər qəfəsin içindədirlər. Bəli, dözmədilər. Məhəmməd Əli Osmanlı nəsə tələb eləyir. Bütün Sibriz ayaq üstədir və çox maraqlı döyüşünün şahidləri olublar. Məhəmməd Əli göstərdi ki, 2 qat NGF çempionuyam. Elə belə deyil. Bəli. Və 11-ci qələbəni qazanır. 11-0 21 yaşında Zabit Səmədovun döyüş məktəbinin təmsilçisi Zabit Səmədov özü qəfəsinin içinə daxil olundu. Əgər sənin yanında belə bir dəstək eləyən Zabit Səmədov varsa, sən Başqa cür vuruşmamalısan. Bəli, əlbəttə ki. Zabit Səmədov həqiqətən çox böyük dəstək eləyir Məhəmməd Əli Osmanlıya. Həm də təkcə onun üçün yox, sən özün də vuruşmusan NGF-də. Bəli, NGF çox qəşəng bir platformadır. Cavan, gənc döyüşçülər üçün, xaricə çıxmaq üçün ən yaxşı yerdir mənim fikrimcə. Bugünkü gündə idmançılar hamı Zabit Səmədova təşəkkür bildirməlidirlər. Bu cür Sibrizdəki arenada, yəni hər bir adama qismət olmur, yəni belə arenada çıxmaq. Yəni doğrudan Zabit Səmədova təşəkkürümüzü bildiririk. Belə bir şans və şərait yaratdığına görə. Bəli, və budur. Bəli, əsas çünki bizdə gənc döyüşçülər vuruşmalıdırlar və onlar irəli getməlidirlər. Sən kimi döyüşçülər, Məhəmməd Əli kimi döyüşçülər. Çünki gənclərdədir hər şey. Və inanıram ki, Məhəmməd Əlinin adını biz hələ böyük zirvələrdən eşidəcəyik. Həqiqətən fenomen. 21 yaşında artıq 11-0 rekordu saxlayan Məhəmməd Əli Osmanlı azərkeşlərlə. Amma qəfəsi tərk eləmək lazımdır. Bizi gözləyir növbəti döyüş.